5 günlük dünyadır. Belə bir sözü tez-tez eşidirik. 5 günlük dünyadır. Ye, iç, kef elə, yaşa özün üçün. Amma bir sual var. Heç düşündünmü? Əgər bu dünya sadəcə kef üçün yaradılıbsa, bəs onda niyə ölürük? Əgər məqsəd sadəcə yaşamaqdırsa, niyə bu qədər əziyyət çəkirik, xəstələnirik, imtahanlar olur? İllərlə zəhmətlə qurduğun ev səndən sonra başqasına qalır. Yığdığın pul, qazandığın ad, sən gedəndə heç biri səninlə getmir. Çünki bu dünya son deyil, bu dünya bir sınaqdır. Allah insanı boş yerə yaratmayıb. Məqsəd də sadəcə yaşamaq da deyil, yeyib içmək də deyil. Həqiqi həyat ölümündən sonrasıdır. Bu dünyada hər şey müvəqqətidir. Ev də, pul da, bədən də. Bu dünya imtahan zalıdır. Kimisi Allah üçün yaşayır, kimisi də nəfsi üçün. Bəlkə də 5 günlük dünya deyənlər düz deyir. Amma məsələ ondadır ki, bu 5 gün əbədi həyatını müəyyən edir. İnsan deyir, ye, iç, kef elə. Elə bilir xoşbəxtlik bundadır. Amma bir düşün, günlərlə arzuladığın yemək bir neçə dəqiqə sonra nə olur? Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, insanın dünyadan qazandığı 2 şeydir. Geyinib köhnətdiyi və yeyib ifraz etdiyi. Yəni insanın bu qədər arxasınca qaçdığı şeylər ya bədəndən çıxır, ya da zamanla yox olur. Ən ləzzətli yemək belə sonda sadəcə bir ehtiyacın qarşılanmasına çevrilir. Ən gözəl paltar belə bir gün köhnəlir, cırılır, yox olur. Bəs onda insan niyə bunları həyatının məqsədinə çevirir? Niyə keçici olanı əbədi olandan üstün tutur? Deməli, ye, iç, kef elə düşüncəsi insanı aldadan bir düşüncədir. Çünki sən bu dünyaya sadəcə yemək və kef üçün göndərilməmsən. Deməli, bizim bu dünyaya gəlmə səbəbimiz bu deyil. Allah subhanahu və teala Quran-ı Kərimdə Zariyat 56-da belə buyurur. Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Bax, budur əsas məqsəd. Əsl məqsəd Allahı tanımaq, ona ibadət etmək və ona yaxınlaşmaqdır. Bu dünya bir dayanacaqdır. Əsl həyat isə hələ qabaqdadır. Sən bu dünyada nə üçün yaşadığını anlamasan, bir gün peşman olacaqsan. Unutma, sən yeyib içdiklərinlə deyil, etdiyin əməllərlə qalacaqsan. Və bu dünya sənin üçün 5 günlük ola bilər. Amma bil ki, nəticəsi əbədidir.